Bilirsiniz, mən Qumarbaz filminə çəkiləndə çoxlu həyəcan keçirirdim. Çünki ssenarini oxumuşdum və obrazın nə qədər mürəkkəb və canı olduğunu görəndə ürəyimdə bir həyəcan hissi oyandı. Bu film mənim üçün həmişə xüsusi yer tutur. Mən bu filmə çəkiləndə rejissor dedi ki, sən sevgilini öldürəcəksən və tamaşaçını şoka salacaqsan. Mən ilk dəfə belə mənfi, intiqamçı rol aldım. Çox riskli idi. Çünki Hindistanda qəhrəman obrazı olmadan ulduz olmaq çətin idi. Amma mən düşündüm ki, niyə də yox? Əgər aktyorluq edirəmsə, hər cür personajı oynamalıyam. Vicky Malhotra rolunu oynayanda içimdəki qaranlıq tərəfi də açdım. Çəkilişlər zamanı Seema ilə olan səhnələr xüsusilə çətin idi. O məni sevir, mən isə onu aldadıb öldürürəm. Seema çox gənc idi, amma peşəkar idi. Filmin final səhnəsində tamaşaçılar kinoteatrda qışqırırdılar. Bu nədir? Qəhrəman necə ölə bilər? Deyirdilər. Amma məhz bu risk filmə uğur gətirdi. Qumarbaz mənim üçün dönüş nöqtəsi oldu. Ondan sonra insanlar mənə fərqli baxmağa başladı. Bu film göstərdi ki, Şahruxxan yalnız romantik qəhrəman deyil, istənilən rolu oynaya bilər. Film əfsanəvi uğur qazandı. Ən çox gəlir gətirən filmlərdən biri oldu və mənə King of Romance titulu ilə yanaşı King of Intensity də verdi. Bu film mənə öyrətdi ki, bəzən qaydaları pozmaq lazımdır. Əgər ürəyinizdən gəlirsə və düzgün hiss edirsinizsə, risk edin. Mən risk etdim və utdum. Qumarbaz filmi həmişə mənim ürəyimdə olacaq.